Hər kəs salam inşallah. Necəsiz? Nə var, nə yox? Ümid edirəm ki, yaxşısınız. İnşallah bu gün sizlərlə bir yerdə yeni bir cihazla qarşınızdayım uşaqlar. Cihazımızı göstərmək istəyirəm sizə. Cihazımız Redmi Note 15 uşaqlar. Görürsüz, like falan ultradadır. Yəni nə bilim ultra daha yaxşı da səhlək dediyinə görə. Bilmirəm də like hansındadır daha yaxşı performans verir deyənə görə. İstədiyim bu gün sizlə bir dənə yalnız qut gedim inşallah. Like atıb abunə olub bildirimləri də açmağı unutmayın inşallah. Hər nəysə, inşallah bu belə videoların davam gəlməsi üçün dediyim kimi like-ınızı atırsınız və izləmədə qalırsınız. Yeni bir dənə ekran kaydedicidəyəm. İnşallah nəsə problem falan çıxmaz. Çıxsa da bu videoluq şeyini inşallah gələn videoda falan düzəldərəm. Əgər nəsə problem olmasa da davam eləyərik bu yəni ekran kaydedicidən. O bir ekran kaydediciyi əslində yüklənmişdim. Prosta nəsə error verdi. Yəni başlayan kimi dayanırdı. Gərək onu armaq falan oldu. Qəribə bir şey idi də, bilmədim. Dedim bəlkə ayarında falan bir şey var. Obşum ilişib falan olsam inşallah yəni görməzdən gəlin. Çünki nə də olsa hələ birinci leş kimi pusur qaqaşdı buzun dibində. Nağarım indi mən buna. Bu heç indi bu leş kimi pusur. Gedə bilərik artıq rahat. Obşum üzünə bir dənə üzlük vurmuşam inşallah. Qaradır, biraz xoşuma gəlmədi. Sözün düz gərək dəyişəm. Çünki ekran işığını nə qədər qaldırsan qaldır az görsən. Amma nə bilim də bir damcı ekrandan məsələn qırağından baxanda görsən ki, ekran özü çox işıqlıdır. Ancaq yəni işıqsızdır da, üzlüyü vurulandan sonra işıqsız görsənir. Həqiqətən adam yəni kör eləməyə az bir şey qalıb da, yəni üzlüyü. Ona görə gəlir üzlüyü dəyişəm. Bir də hudumda falan da yenə problemlər var. Buna baxsan yenə ilişirəm. Hudum falan da gərək biraz normal öyrəşmək lazımdır da, təbii ki də. Buna var indi karakter buraxdı, tualet. Buna var tarih dambadamp. Əgər tarihsansa bu təhkillə silahlarını nəyə seçibsən? Get UMP-ni seç, ciğarini dağıtdım da. Taramya biraz öyrəşmişəm deyə taramya azmaz oynaya bilirəm. Təhkilli hələ tam 30-duramıram. Təhkillədən bir dənə Deagla biraz bir damcı öyrəşirəm. Hələ ki. Biraz ilişirəm görürsünüz məsələn. Görürsünüz. Yəni arxaya qabağa, oraya buraya düşürəm da. Yəni əvvəlki kimi oynayamıram. Təbii ki də yəni olmalı elə bir şey. Yeni cihaza keçəndə belə olur. Uşaqlar obşum. Nə deyəsiydim? Like atın, abunə olun. 2K-ya doğru gedirik. 2K-da sizlərə bir dənə 100 elmaslı ödüllü taradım rəqibə. Bilə-bilə taradım. Gördüm öldürməsəm o məni tarixi öldürəcək. Ona görə bilə-bilə taradım. Bunu biraz böyüdüm çünki elə bil nəsə ələ yaxşı gəlmir də. Burada nəsə hudun arasındasa nəsə buraxmışam elə bil. Ekran birdən sağ-sol eləyir. Hələ tutuzduramamışam ki, o hansı butondadır. Hansısa butonda birdən kilitləmə olurdu da deyəsən bu şey var, bax bu sağa-sola eləmək dairə formasında bu var. Bax elə bil onda nəsə var. O tutuzduramamışam hələ. Onu da düzəldərik görək. Problem yoxdur. Obşum uşaqlar, nə deyəsiydim? 2K-da dediyim kimi 100 elmas ödüllümüz olacaq. Bu da it kimi pusur belə elə buradan bu deyir. Ay sağ ol, gördün? 3 saniyə başın çöldə qaldı, cırıq-cırıq elədim Deagle. Deagle ilə UMP ilə. Taramada deyirəm pis deyiləm də. Yəni taramada adımız öyrəşmişəm. Həm də telefonda Redmilərdə də ekran sürüşkəni olur. Tarama kimi silahları oynamaq daha rahatdır. Hətta təhkilli belə oynamaq daha rahatdır. Yəni tarp qafa gedir deytimdə yoxluyurdum. Çox qəşəngdir. Yəni hassasiyyətiniz də yəni Redmi-də tapsaz bomba kimi gedir. Obşum, nə deyəsiydim işte. İlişdim. Sənin gözümün nurunu gözlədən ha. Çantaya getdim gördüm. Nə var nə var ay sağ ol gördün. Görsə açıq vermək olmur da bu Redmi-də həqiqətən. Zırdım oraya qoydum rəqibi. Bu yəni istər-istəməz kafa gedir yəni nə qarsaz da yəni kafa gedir. Hər nəysə, nə deyəsidim başqa. Obşumda bundan çıxmamış. Biraz dediyim kimi öyrəşməmişəm hələ. Buyurun videolar falan istəyirsiniz uşaqlar. Buyurun videosunu falan da çəkməyimi istəyirsə yorumlarda bildirin ki, gedim deyən buyurun videosu falan da yoxlayım. Buyurda da ilişəcəm. İstəyirəm bir 5-3 gün öyrəşəm ki, buyurun oynamağa. Yəni ondan sonra gedə bilərəm. Huduma biraz öyrəşim. Bir dənə o falsolu bir şey olur, deyirəm. Onu da düzəltsəm var. Elə bil ki, qorusu yoxdur artıq. Sənin də daha bombana nə deyim? Gözlə qaçaq buradan. Hara getdi? Oralarda pusur yenə. Ay bilə, qaka nağarsan orada. 15 vurdum. Kaçdı desən. Ha, oradan getdi.
İndi bu işim oradakı şeylərdədir. Səhər-səhər yuxu gəlir. Yoxsa həm də özümü yaxşı oyuna verəmirəm də elə səhər-səhər. Adam kimi yoxsa gəldi. Yenicə durmuşam. Duran kimdə deyirəm bir dənə video çəkim etdim ki, YouTube-a getsin. İlk kimi taramağa bacardım uşaqlar rəqibi. Həqiqətən super oldu da. Obşum, Rus dilləsən rəqibimiz bilmirəm. Amma comeback atmağa bacarmışıq. İndi görək bir dənə tez bir şəkildə uçaq. Ondan sonra da editə gedək video. Qaqa buradadır ha, hara gedirsən? Onun işim qalsın, həqiqətən yuxulayan bu videoda üzrürsən biraz. Yəni yuxulayan. Ala bunlar. Obşum, cihaz haqqında biraz şeylər verim uşaqlar, məlumat verim. Cihazımız 128 GB RAM, 6 GB 128 RAM neydi? 128 GB yaddaş, 6 GB da RAM var. Yəni oyun üçün normal deyildi, daha şişirtmə deyil. Vurdum, axırki rəqibi öldürdüm. Gözlə şahid. Çox tez oldu oyun olmağına oyunumuz. Ona görə ikinci bir oyunda getməliyik ki, izləyicilərimizə biraz, yəni atmışkən elə video ataq ki, biraz izlənilə biləsi olsun da. Elə nə başladı, nə xəldir. Məndədir. Super. İndi gələk buradan MP5-dən zaddan al getsin. Çünki UMP olsa UMP alardım, MP5-dən zaddan al getsin. Görək inşallah bu rəqibsə də biraz mış olmaz. Ha, hoşum. 6 RAM-dır, 2.2 GHz max şeyə çıxa bilir. Hoşum, nə bilim. Mənim ayrım bir resim 2.1 GHz çıxa bilirdi. Nə bilim. Sonra bu telefon məsələn 90 Hz-dir, ekran Hz-i 90-dır. Başqa nə deyim, nə bilim. 45 FPS verir. Amma akıcılığı superdir də, həqiqətən ekranın akıcılığını. Ekran demiş uşaqlar, yəni belə bir vaxt varsa deyin var, yoxsa nə bilim ala. Telefonu yəni birinci gün işlədirəm. Telefonu da salıb qırmazsan da, ha, axır ki öldürdüm. Telefonu da yəni salıb qırmazsan da, üzlükdə bir dənə çat oldu uşaqlar. Ekranda da bir dənə, bu qədər bəxtsizlik olar səndə. Üzlükdə bir dənə opsiyon indi çat var, bir dənə də şeydə, ekranda. Görüm 5-3 dənə onu da düzəltdirəcəm olsun. Problem yoxdur yəni. Hə, çoyaq. Ay, yuxum yəni. Hiç kimi yuxum gəlir. Yapışım, sən də qəşəng kablo taxdırım. Süper kablo tapım taxım. Olsun əla. Nə bilim. Bu arada uşaqlar TikTok, Instagram hesablarımızı hələ takibə atmışsa, yəni linklərin hər biri linki var, qəşəng qatdım orada. Hər birinin linki var şeydə. Sürətlə indir açdığım mən sayı. İt kimi yatmadan orada. Hə. Yəni hər birinin linki neydi la? Nə açıqlaması, kanalın açıqlamasında var. Nə bilim YouTube'umuzun da linki orada. Onsuz YouTube'dan baxırsınız. Dost biraz maraqlı olsun deyə qoymuşam. YouTube'umuz var, Telegram'ımız var, Instagram'ımız var, TikTok'umuz var. Hər birindən sizdən takip gözləyirəm. Bir dənə nə bilim Instagram'da, yəni elə çox video paylaşamıram. TikTok'da biraz fəaliyyət göstərmək istəyirəm. Görək nə bilim baxarıq da, görək TikTok'da bir şeylər eləməyə çalışarıq. Bagöz biraz ilişirəm arada. Bu inşallah Google-da çox qalxır ekran. Deyəsən bilmirəm şeydəndir. Gözdə qaqam bir dənə çitin basım, sən incə bir dənə də şəhliğinə salıb vurur öldürərsən mən gözdə. Müştəq eləmə. Bir dəqiqə sağ sola qalsa gör sahibi sağ sol seçərəm. Hər nəysə. Of, şeylər dönüşünə də qoydum rəqib. Bismillah deməmiş bir dənə qoydum boşuna. Çox qəşəng. Bir tur deqal turumuz var. Hələ görək bunlara bir dənə normal bu şeylə bilsək. Yəni edit falan çıxarda bilərik. Obşum. Dedim ki, TikTok və Instagram hesablarımıza takip eləməyi unutmayın. Hər ikisinin adı onsuz Shadow yatırdıq. Nə bilim ala, görək də 2K doğru gedir. 2K-da dediyim kimi uşaqlar ödülümüz olacaq. İt kimi oradan pustu vurdu. Nə bilim, açığa çıxmırlar. Rəqiblər uşaqlar əvvəlki, yəni old oyunçular qalmayıbdı artıq demək olar. Yəni oldlara baxsan məsələn indi şey kimi oyundur, daha açıq. Deqal kimi təkcürlə silahların gəlibsənsə qabaq-qabaq oynamalısan sən onu. Buradakı taxtanın arxasından çıxıb o birindən girməklə, oradakından çıxıb bundan girməklə oynamaq falan deyil. Özüm belə MP40 seçdim.
pompalda falan ilişə bilərəm. Ona görə MP40 seçdim ki, ən azından biraz təkil taramaya öyrəşmişəm, bəlkə biraz oynaya bilərik. Tutuyor mən bunu. Yoxdur. Adresə çatdırılma elədim rəqibdə. Allah sənin bombana da daha ilişdim oradan əyildim falan. Görəməklə həqiqətən ekranı da düzəltdirəm, qəşəng işlərə başlayacağam. Elə bir yerindədir. Allah sənin sumkana daha nə deyim, karakter buraxdı. Ay, raşda getsin. Ay, sağ ol, qaqam, nə qardın sən? O boşda gətirib birdən 3 saniyə gördün, düz durmağa səni məhv elədi, oraya qoydu. Əlim hələ öyrəşməyib. Bunlar biraz qurtsayım. Qıraqdan yəni ortaya çəkirəm ki, əlim yəni ekran kənarında olur axı. İstər-istəməz dəyəndə falan bir də görsən baqa gəlir ekran. Nətər deyim da, məsələn, əlim birdən şeyə dəyəndə qaçırsansa dayanır, nə bilim ki, lat maqsad istəyir, silahdan falan çıxır. Ona görə nə etməlisiz, biraz kənardan, yəni ortaya tərəf yığmalısınız ki, ala nə qardır. Həm buz arxası idim, həm də şeydə rəqib də elə bil yata vurdu da. Hopşum. MP40'da bir şey deyəmədim. İnşallah. Deyim ki, bu videoda yuxulu olduğum üçün üzr sayın. Yaxşı falan şey eləmirəm, danışamıram. Nə bilim, cihaz haqqında da məlumat verdim də. 6 GB RAM, 128 GB yaddaş. Nə bilim, 45 FPS, 90 Hz ekran yenilmə tezliyidir. Nə bilim, başqa nə var ki, mən nə deyim telefon haqqında. İşləmcisi yadımda deyil. İşləmcisi yadımda olsam deyərdim. Abşımda Redmi-lərdə var da, Redmi-lərin ekran sürüşkənliyi əla olur əsasən. Yəni dedim məsələn Note 13 falan var ya, biraz daha yeni nəsilə hitapda 13, Note 14, gedin alın 16 RAM, yəni 8+8-də 16 RAM-dır. Allah nə vardı bu? Özü də buz qoydu, hər neysə. Bu qaqaşın elədiyi nə idi bilirsən? O buzu qırıb buz qoymaq. Elə bil damnoda ağac sal. Damloda öz daşını qoyub vurmaq kimi bir şeydir. Qoyursan daşını, elə bil qayıdıb öz daşını vurmaq kimi, öz əlini vurmaq kimi bir şeydir. Qaqaşı elədi. Bilmədim da. Hər nəysə. Vəbşə örgəşməmiş halımızda belə rəqib uda bildiksə özü biraz cüzlonç oxşurdu. Qəşəng deməli oynaya bilərik. Hər nəysə uşaqlar, like atıb abunə olub bildirimləri də açmağı unutmayın. Bu videosu da gəlməsini istəyirsə yorumlarda bildirin. Like atıb abunə olub bildirimləri də açın. Mən bu video atdıqda xəbərdar olmaq üçün sağ olun. Salamat qalın.